Axşamınız xeyir olsun. Təşəkkür edirəm ki, bugün də mənim yanımdasınız. Bugün sənətimin 7 illiyi tamam olur və bu münasibətlə düşündüm ki, İhtimal adlı konsert təşkil edək və niyə konsertin adını İhtimal qoymuşuq? Çünki İhtimal mahnısı mənə çox uğur gətirib. Ötən il qardaş ölkəmiz Türkiyədə İhtimal mahnısına görə mənə ödül gecəsinə dəvət etdilər, ödülə layiq görüldük. Daha sonra Şimali Kipr Türk Respublikasında İhtimal mahnısına görə konsertimiz baş tutdu və düşündüm ki, 7 illik sənət fəaliyyətimin elə məhz Yaradıcılıq Gecəsinin adını İhtimal adlı konsert buraxılışı kimi təqdim edək və bugün bu konsertimizlə bağlı və duetlərimiz də olacaq. Hansı ki, Respublikamızın xalq artisti Çağan Zeynalı ilə əməkdar artistlərimiz Firuzə İbadova, Rəhəngiz Allahyerdiyeva, dəyərli dostum Nahid Əhmədovla, Duyğu xanımla, Canan ilə duetlərimiz olacaq və biraz həyəcanlıyam. İndi birazdan açılışımız olacaq, konsertimizin açılışı. Ümidvaram ki, bəyənəcəklər. Əsas odur ki, zalımız dolub, tamaşaçılarımız hər kəs gəlib, dəvət olunanlar və biletlər satılıb. Önəmlisi budur ki, zalımız boş deyil. Bir müğənni üçün də ən önəmlisi zalın boş olmamağıdır. Tamaşaçı alqışı və tamaşaçı dəstəyidir. Təşəkkür edirəm sizə də. Salam, hər vaxtınız xeyir olsun. Bugün 16 noyabr Rəvan Zeynalovun, dəyərli müğənnimiz Rəvan Zeynalovun 7 illik sənət fəaliyyətinin yekunu olaraq solo konserti baş tutacaq. Möhtəşəm konsert proqramına çox gözəl hazırlaşmışıq. Bugün ehtimallar gerçəyə çevriləcək inşallah. Siz bilirsiniz, mən sizə deyim belə bir söz. Mənim ürəyim çox təmizdir. Mən sevirəm talantlı adamları və mən gördüm ki, bu mənim cavan Rəvan Zeynalov talantlıdır və çox özünü belə yaxşı, rahat aparır. Mənə birdən dedi ki, mən istəyirəm sizinlə oxuyum bir dueti. Dedim ki, axı mənim sesim ayrı sesindir, sənin sesin ayrıdır. Yox, siz darıxmayın, hamısı normal olur. Mən eşitdim onu, yazdırdı. Mən eşitdim onu, bir tər mənim üçün bu elə sevdim onu. Dedim ki, Suşi, mən gözləməzdim ki, axı məndən sonra sən də oxuyacaqsan. Mən axı belə şey, çünki mən neçənci illərdə oxuyurdum filarmoniyada, ansambl qayada. Mən konsertlərdə zaqranisi, xarici getmişəm, o yana, bu yana. Ona görə mən oputlu adamam. Bakışımız eyni, anlamımız bir, uykumuz eyni, nakışımız bir, öğrenlerimiz, ruhlarımız bir, biz aklı birlikte bir görüşlüyüz. Bugün biz sadece mahtılar değil, hayatlar, tariheler, hatireler dinleyeceğiz. Bugün biz musikiyle birleşeceğiz. Bir aşk var, kırılmış anlarda, seni tanıyan nasıl sensiz kalabilir ki? Seven yürek gitse de gözüm arkada kalır. Bir veda senden nasıl güzel olabilir ki? Duygularım isterim hayatım renginden, nazda kara rengi. Hem zerreye, hem sonsuz deryaya, bu dünyaya derinliğine yolcuyum. Ben şehit oldum, yerim güzel, dökülür ağlama. Hər adam bu qədər səhnə doldura bilmir. Təbrik edirəm səni. Uğurların bol olsun. Hər zaman baxaq sənə sevinək. Təbrik edirəm. Axşamınız xeyirli uğurlu olsun. Rəvan oğlum, çox sağ olun bizi bura öz yanınızda görmək istədiyiniz üçün. Necə ki, siz bizim yanımızdasınız, hər zaman biz də sizin yanınızda olacağıq. Uğurların bol olsun, Allah övladları qorusun, daha yüksəklərdən səsin gəlsin.
Mən də hamını salamlayıram. Sizə bol-bol uğurlar arzu edirəm. Bizim dərdimizə dəyər verirsiniz. Şəhidlər analarının yanında olursunuz. Çox sağ olun, təşəkkür edirəm. Var olasınız, ucalasınız. Fəxrimiz olasınız. Sağ olun. Ağlım çıktı başımdan, vuruldum ilk bakıştan. Qara gözlü mələyə, çaş-baş qalmışam yaman. Bu nə işdir ay cavan, qalmayıbdır heç güman. Bir kəlmə söz deməyə, onu gördüyüm anda ağlım çıktı başımdan. Canı yar yar, kul azabı yar niyə verdim sən. Səni ruhumu sevdim, uzaqdan deyim necə sevdim, sevgilim. Bəlkə də üstümə yağmalıydı həsrət yağışı. Bəlkə də taleyimin mənimlə bu son savaşı. Bəlkə də Varırım, ah düşdüdür yar, dila dünya xərabı. Ah düşdüdür yar, Əsrail canım benim. Ah düşdüdür yar, dila qiyamət nabi. Salamlayıram hər kəsi. Rəvan bəyə çox təşəkkür edirəm. Bugün onun konsertindəyəm. Konsert o qədər gözəl keçir ki, çox duyğu ilə izlədim, çox həyəcanla izlədim və bir daha şahid oldum ki, Rəvanın çox böyük ürəyi var. Və o ürəyin olmağı belə məncə dünyadakı ən gözəl şeydir ki, dünyadakı ən qiymətli şeyə sahibdir. İnşallah arzu edirəm ki, uğurları bol olsun. İstədiyi o zirvələri fəth eləsin. Məncə o ürəklə zaten fəth eləyib, amma inşallah ki, Allah onu bütün arzularına çatdırsın. Təşəkkür edirəm ki, məni dəvət edib, dəyər verib, diqqət edib, burada görmək istəyib. İnşallah ki, birazdan da ifalarımız olacaq. Təşəkkür edirəm ona buradan və bol uğur arzu edirəm. Vazgeçmek istemiyorum, kendimce direniyorum. Bir yanım hala savaşıyor, bir yanım çoktan yenik anne. Yaman korkuram, ellerim soyulur, gözlerim durur, belki de ölmüşəm. Yaman korkuram, azmışam küçədə, bax dünən gecələr pis yuxu görmüşəm. Söhbət səndən, ömür məndən gedir, sən getdikcə
Özüm də belə tədbirlərə qatılanda çox sevinirəm. Çünki burada gözləri ilə danışan, qəlbi ilə danışan mələklər olur, günəş balalar olur. Bir də Rəvan Zeynalov bilirsiniz, o gənclərdəndir ki, daim incəsənət üçün, mədəniyyət üçün elə çalışan, özündən yeniliklər yaradan, sonra o köməksiz insanları bir yerə toplayıb, onlara mənəvi dəstəyi olan, onların istedadını önə çıxardan bir insandır və mən hər zaman illərdir Rəvanın yanındayam. Qürur duyuram onun işindən və əlbəttə belə konsertlər çox lazımdır. Çünki gənclərimiz həm maariflənir, həm şəhid analar gördünüz ki, nə qədər zalı doldurublar. Bu da çox təqdirə layiqdir. Çünki anaların qəlbi çox inciklidir, küskündür. Onlar elə bil ki, bu belə tədbirlərdə daha sevinirlər. Biraz onlara az da olsa biz əgər sevinç gətirə biliriksə, bu çox böyük bir işdir və mən Rəvan Zeynalova gələcəkdə bax belə gözəl layihələrdə, işlərdə uğurlar arzu edirəm və bütün gənclərə deyirəm ki, bax keyfiyyətli musiqilərə müraciət eləyin, təpədən dırnağa qədər öz düzəminizə, o keçmişdə deyirdilər, səhnə adamının korpusu olsun gərək. Yəni həm səhnəyə hörmət, həm tamaşaçıya, həm musiqimizə, incəsənətimizə Rəvan kimi gənclər çox lazımdır. Təşəkkür edirəm. Bütün televiziya kanallarımıza təşəkkür edirəm. Öpürəm sizi. Çox sağ olun. Azərbaycandır bu mənim vətənim, Azərbaycandır.